Günah belə deyil ki, elədim, keçdi, sonra dedim bağışla, yox. Günah bir hadisədir, varlıq aləminə təsir qoyur və həyatımda 100 dənə problem yaradır mənim üçün. Günah belə üstdən kesiləsi bir məsələ deyil. Allaha doğru gedən yolumuzda məlum olduğu kimi bizim ən böyük maneələrimiz, bizim yolumuzda ən böyük maneə bizim günahlarımızdır. Biz həmişə keçmiş günahlarımızın əsiriyik. Günahlarımız bizi əsir eləyib. Bizim keçmişdə elədiyimiz əməllər bizim bugünümüzə və gələcəyimizə təsir qoyur. Bu bir mənalıdır. Biz bəzən günahlarımızın bizim üçün yaratdığı problemlərdən, sıxıntılardan nicat tapa bilmirik, qurtula bilmirik. Günah insana çox böyük təsir qoyur. İnsanın həyatının hər bir yönünə. Günahdan əvvəlki insanla, günahdan sonraki insan arasında çox fərq var. Çox fərq var. Günah eləyəndən sonra 100 dənə düyün yaranır həyatında ki, onu açmaq çox vaxt tələb eləyir sonra insan üçün. Günah belə deyil ki, elədim, keçdi, sonra dedim bağışla, yox. Günah bir hadisədir, varlıq aləminə təsir qoyur və həyatımda 100 dənə problem yaradır mənim üçün. Günah belə üstdən kesiləsi bir məsələ deyil. Kumeyl duasının əvvəlinə baxın. Mən çox demişəm, vaxt yoxdur, hər dəfə təkid edeyim. Mən sizə tövsiyə edirəm, Kumeyl duasını kitab kimi oxuyun hərdən, dua kimi yox. Dua kimi halınız yoxdur, kitab oxumuruq, açın Kumeyl duasını, tərcüməsinə baxın. Mümkünsə ərəbcə oxuyun, bir cümlə tərcüməsinə baxın, lap gözəl. Hamısını bir dəfəyə yox, 5 cümlə bir gün oxuyun. Sabah 3 cümlə oxuyun. Bunların bir dərin mərifət çeşməsidir, dua olmaqdan əlavə. Başlayır duada istiğfar eləməklə. Allahümməğfir liyəz-zunubəlləti tuğayyirun ni'am. Demir, ilahi məni bağışla, keç. Yox. Bilir günah nədir? Əleyhissalam insanşünasdır. Bilir günah nədir? Allahümməğfir liyəz-zunubəlləti tuğayyirun ni'am. İlahi o günahlarımı bağışla ki, neymətləri əlimdən alır. Mənə nəsə gələcəkdir neymət. Günah elədim, Allah dedi, saxlayın, bunu da verməyin ona. Varlıq aləmində hadisədir. Səd yaratdı, neymətlə mənim aramda. Bunu eləməsəydim, o neymət yoldaydı, gəlirdi mənə tərəf. Günah elədim, səddi qoydum qabağına, dedilər, bu günahın yolu, neymətin yolu bağlandı. Allahümməğfir liyəz-zunubəlləti təhbisud-dua. İlahi, o günahlarımı bağışla ki, dualarımı həbs eləyir. Bir tavan yaradır, dua gedir, dəyir, qayıdır. Hadisədir. Ruhun üzərində, varlıq aləmində təsir qoyur. Gələcək taleyimdə təsir qoyur. Ümidlərimi kəsən günahlarımı bağışla. Ərəbcəsinin hamısını demirəm. Yəni bir vəziyyətə salır ki, ümiddən üzülür, ümidin üzülür, ümid kəsilir. Allahümməğfir liyəz-zunubəlləti tunzilul bəla. Bəlaları mənə nazil edən günahları bağışla. Bir günah 50 dənə bəlanın qapısıdır. Bəlaların bəzisi məqam üçündür, çoxsu günahların kəfarəsidir, günahların cəzasıdır. Bunu yaddan çıxartmayın. Bizim başımıza gələn bəlaların çoxsu keçmişimizlə bağlıdır, elədiyimiz günahlarla bağlıdır. Eşitmişsiniz, bir nəfər ana qadın idi, qızdırma içində yanırdı. Şeyx Rəcəbəli Xəyyat haqqında kitab var, orada qeyd ediblər bu hadisələri. Qızdırma içində yanır, deyir, maşına mindik, aparaq, həkimdən qayıdırıq da əlac yoxdur. Qızdırmanı sala bilmirlər, sadə bir şeydir, amma alınmır. Bu da deyir, mərifət əhlidir, taksidə oturmuşuq, təsadüfən qabaqda oturub bu da. Deyir, baxdım mənə qadına, bu da ruhun həkimidir, o cismin həkimləri acizdir. Qızdırmanı sala bilmirlər. Bu da ruh həkimi kimi deyib, baxdı qadına, dedi ki, uşağı elə vurmazlar. Uşağı elə vurmuşsan, ürəyin sındırmışsan, onun ürəyini almayınca bu dərd səndən getməyəcək. Mənəvi səbəbi var.
birinin qəlbini sındırmısansa 50 dənə giriftarçılığa gedib düşəcəksən. Biri deyir, ticarətim zəifləyib, borca düşmüşəm, çətinlikdəyəm, gəlir o Şeyx Rəcəbəliyə deyir. Mən bilmirəm neyniyim. Belə adamlar indi yoxdur da bizə də yol göstərsin. Bəlkə də var, biz tanımırıq. Deyir, deyir ki, mənim çətinliklərim var, borc içindəyəm, işim də qabağa getmir. Deyir, sən atandan sənə irs gəlib, bölgüsündə bazuğa zülm eləmişsən. Onun haqqını verməmişsən. Deyir, axı, mən ondan halallaşdım, neçə dənə ev var, dedim, biri səninlə, mənim də necə bölgü olub, qanı oldu, dedi. Deyir, yox, o səndən qəlbində narazıdır. Deyir, getdim, bacı, bəs mən sənə demişdim, falan, deyir, yox, yenə də dedi, yox, eyb yoxdur, elə səndə oldu, məndə oldu, yox, görürəm ki, ürəkdən razı deyil, onun istədiyinin bir qismini verdim. Yenə görürəm ki, düzəlmir. Yenə getdim yanına, deyir, yox, tam razı olmayıb. Qısası neçə dəfədən sonra, qəlbini razı eləyəndən sonra, dedi, indi düyünlərin asılacaq və getdim, bu falsı deyil. Bu falsı deyil ki, gəlsin, sənin yolunda bir qadın var, bundan deyil. Vergi verilib, mənə məsələn fala baxıram. Yox, bu birincisi bazar açmayıb ki, otursun, gətir mənə pul ver, mən deyim sən neyniyəsən. Birinci bunu eləməyib. İkincisi də ki, hərdən bir dəfə lazım olanda kiməsə bir yol göstərib. O elmindən tam istifadə eləməyib. Bəzən insanlara nicat vermək üçün haradasa yeri düşəndə istifadə eləyib. Günahlar çox böyük problemlər açır. Bir tikə haram yesən 40 gün ibadətin qəbul deyil. Aləm hesab kitab üzrə hərəkət eləyir. Bu aləmin bir nizamı var. Günahın insana təbii təsiri var. Bizim çətinliklərimiz çox vaxt günahlarımıza görədir. Və mən ə'rəzə ən zikri, Quran buyurur. Fə innə ləhu məişətən zənqa. Buyurur, kim bizi yad eləməkdən üz çevirsə, yəni günaha tərəf getsə, biz də onun həyatını sıxıntıya salarıq. Yəni yaşayışını təng eləyərik. Təng bilirsən, nədir? Sıxarıq. Yəni bir adamı bir məngənədə sıxarlar, həyatı belə olar, dar olar onun üçün yaşamaq. Kim bizdən üz çevirərsə. Varlıq aləminin qayda qanunları var. Bəzi bəlalar var ki, övliyalara da verilir, hədiyyədir o, heç. O günaha görə deyil. Biz çatan adama deməyək, bax bu günahların çıxdı qabağa, bunu deməyək. Özümüzlə məşğul olaq. Bəlkə də Allahın ona hədiyyəsidir. Amma bəlaların çoxsu günahların cəzasıdır. Fərqini bilmək istəyirsən, başına bəla gəlib, bu hədiyyədir mənə, yoxsa bəla, cəza. Onun bilməyin bir yolu var ki, hədiyyə olan bəlalarda insanın ruhu aram olur. İnsan keyf içində olur. Bəla gəldikcə ruhu aram olur. Necə İmam Hüseyin əleyhissalamın Kərbəlası. Aşura günü aramlığı daha da artırdı. Amma gördün, yox, ürəyin sıxılır. Gördün, yox, həyatın acılaşır bəlalardan. Bil ki, bu nəyinsə cəzası olan bir bəladır. Bu hədiyyə deyil. Amma bu bəlada hər halda kəffarədir. Bu da bir rəhmətdir. Bu da bir rəhmətdir. Onu özün müəyyən eləyə bilərsən. Biz günahlarımızın əsiriyik hamımız. Günahlarımızın əlindən çıxa bilmirik. Bir adam gələrdi, bizi keçmiş günahlarımızdan azad eləyərdi. Kaş bir addım ata bilək Allaha tərəf. Bir addım Allaha doğru gedə bilək. Adam var, deyib, borclarımı qaytarım, heç nə istəmirəm. Belə insanlar mənim yanıma hərdən gəlir. Deyib, problem deyil, həyatı bitər, borclarım var, ona məni narahat eləyir. Biz də kaş keçmişimizdən azad olaq, inandırım sizi. Bax, biz keçmiş günahlarımızın təsirindən bir zəncir kimi bizim boğazımıza, əlimizə, ayağımıza dolaşıb qoymur qabağa gedək. Onları qıra bilsək, 2 rükət sübh namazı qıl, gör səni haracan aparır. Balaca məsələdir. 2 rükət sübh namazının mənəvi təsirinə bax. O zəncirləri qırıb atandan sonra. Bizim əl-ayağımızı bağlayan keçmişimizdir ki, onu pak eləsək, təmizləsək, xırda əməllər bizi sürətlə qabağa aparar. Sürətlə qabağa aparar. Çox nuranə eləyər bizi. İmam Hüseyin əleyhissalam Kərbəlada Aşura günü deyir, kimin borcu var, Arozda var belə adam. Bir nəfər deyir, var, deyir, get borcuyu qaytar.
Aşura gecəsi cənnət müjdəsi verib, dua eləyiblər, səhərəcən ibadət eləyiblər, şəhadət gözləyirlər, birdən deyir ki, borcu olan varsa çıxsın, qayıtsın, borcunu versin. Cəmaatın haqqı boynunda burada qalmasın. Deyir, ağa mən borcum var, yadıma düşdü, bir nəfər tapır, pulunu verir ona, göndərir ki, apar borcumu ver. Ondan sonra ağa deyir, indi icazən var qalasan. Sən şəhid olmaq icazəsi, ləyaqəti indi tapdın. O bir zəncir də asılıb boynundan ki, şəhidlikdən məhrum eləyəcəkdi onu, qaytarmasaydı. İmam razı deyildi o qalsın orada. İcazəsi yox idi onun. Bəzi zülmlər var həyatda, bunu yadda saxlayın. Bəzi insanlara, ümumiyyətlə, kiminsə ürəyini sındırmaq var, kiməsə zərrə qədər zülm eləmək varsa, buyurur ki, tövbə eləsin, bağışlayacaq Allah, amma hardansa zərbəsini vuracaq səni. Bağışladı, cənnətə də, amma dünyada o ah ki çəkib, dil yarası vurmusan, qəlblə işiniz olmasın, insan qəlbi ilə. Onun kürəyini sındırmısan, onu ya məsxərə eləmişsən, ya atmaca atmışsan, ya bir zülm eləmişsən, ya vurmusan, onun ürəyindəki bir zərrə qırıqlıq əmələ gəlib, onun cəzası sənə gələcək. Mümkün deyil gəlməsin. Tövbə eləyəcəksən, bağışlanacaqsan, onun da ürəyini, halallığını da alacaqsan, amma o ahın cəzası gələcək. Bu mütləqdir, bu yaradılışın qanunudur, qaydasıdır. Günah zarafat deyil, günah çox çətin bir məsələdir. Həyatımızı çətinləşdirən bir məsələdir. Bir cavan oğlan haqqı valideyndir, ata-anasını incidir, sonra tövbə eləyir, halallıq alır, Allah bağışlayır, cənnətə də aparar. Amma 10 il ömründən kəsəcək məsələ. Bu dəyişilməz qanun. Ömrün azalacaq. Ömrün azalacaq. Tövbə öz yerində, amma ömrün azalmalıdır. Mütləq cəzası gələcək.